dünyada hələ də davam edən Şumerlərdən bu yana yazılarda da rastlaşan. Valideynlərin içi özüm qarışıq, hər dəfə tələyə düşdüyümüz bu məsələni bir aydınlıq gətirək, öz aramızda, öz coğrafiyamıza da uyğunlaşdıraq yeri gəlsə. Yəni hamımıza artıq məlumdur da, biz bilirik ki, nəsillər arası düşüncə, davranış fərqi var və bu normaldır. Amma necə olur ki, yenə də bu ilə uşaqlarımız böyüdükdə böyüməklə öz başınalığa qarışdırırıq. O böyüməni qəbullana bilmirik ya da elə bilirik ki, kontrol edirik. Ya da doğru kontrol itirəndə biz bunu tuta bilmirik ki, nə vaxt kontrol itirdik. İstəyərdim ki, bir uşaqlıq yaşından məncə başlayaq və sən hansı məsləhət bilirsənsə sənə buraxıram bunu. Elə o yaşdan başlayaq ki, biz nə vaxtdan başlamalıyıq buna. Bəli. Əslində, Nalə, mövzunu çox yaxşı bir mövzudur uşaqlarla bacara bilməyən valideynlər. Çünki bunu günümüzdə aktual olaraq tez-tez eşidirəm. Həm şəxsi təcrübələrim olsun, həm izlədiklərimdən olsun, həm şikayətlər olsun ki, həqiqətən də dövrümüzdə artıq bu tez-tez səslənən bir məsələdir. Və orada da qeyd edədiyim yerə Şumerlərdən bu yana olubsa, demək ki, bu yeni əslində təzə xəbər deyil. Bu hər zaman olubdur. Günümüzdə də olub. Çünki bir köhnə nəsillə yeni nəsil arasında hər zaman fikir ayrılıqları olub. Fizioloji, anatomik, biyoloji olaraq bu normaldır. İndi bunu izah edəcəm, niyə görə normaldır? Yer üzərində ümumi götürsək, yeganə canlılar olan insanlardır ki, doğulduğu gündən etibarən baxma çox ehtiyacları var. Məsələn, fil, və yaxud da ki, zürafənin balası olarsa, yeni dünyaya gəlmiş balası, bir neçə saatdan sonra ayaq açıb gəzirdə, elə deyil. Amma insanın gəzə bilməsi üçün bir il gözləmək lazımdır. İnsanın özünün nəsə su istəyə bilməsi, kiçik bir ehtiyacının ifadə edə bilməsi üçün onu 2 il gözləmək lazımdır. Və yaxud da ki, həmin insanın nəsə düşüb qərar verə bilməsi üçün də bir 18 il gözləmək lazımdır. Və təsəvvür etsin, o insanın formalaşa bilməsi üçün uzun müddət ehtiyacı var və bu uzun müddət ərzində kənardan dəstəyə ehtiyacı olur və bizim bəlkə də bəxtimiz burada gətirmir əslində. Çünki insanın dəstəyə olan ehtiyacı uzun müddətdir. Və köhnə nəsil, valideynlər, bizi böyüdürlər və s. bir nöqtəyə qədər ehtiyacımızı ödəyirlər. Artıq buna kodlanır ki, ehtiyacın ödənilməsi, qorunması, məsuliyyətin ötəliyi götürmək və s. Və uşaq bir nöqtəyə qədər inkişaf edir və bir nöqtədən sonra özünün fərqli bir baxış bucağı formalaşır. Yeni məsələlərə valideynləri kimi, köhnə nəsil kimi eyni baxış bucağına sahib ola bilmir. Fərqli bir baxış bucaqları axtarır və burada risklərdir, kəşf etmə arzusudur, məsuliyyət götürməkdir, kimlik və şəxsiyyətin inkişafıdır. Bunu biz nəzərdən götürək. Bu nöqteyi nəzərdən köhnə nəsil, yeni nəsil arasında bir çaxnaşma yaranır. Çünki köhnə nəsil qeyd edir ki, mən bunu, bizim daha çox təcrübəmiz var və əsasən də tövsiyə və yaxud da ki, nəsihətlər üzərindən qurulur ki, biz bunu görmüşük, mənim təcrübəm belədir və mənim təcrübəmi və bizim təcrübəmiz şəklində idarə edir. Amma yeni nəsil isə bunu istəmir, fərqli şeyləri özü təcrübə almaq istəyir və risklər olur və burada konfliktlər başlayır. Bu, azlıq dövründə də belə idi və indi də belədir. Amma bunun və belə olmalıdır. Nəyə görə olmalıdır? Əgər belə olmasaydı, biz hələ də azlıq dövrünü yaşayardıq, mağaraların içərisində, sürü halında, odun ətrafında, müəyyən bir mahnılar oxuyaraq və s. şükür edərdik ki, biz bərabərik, nəsihətlər işlərdik və s. Halımızdan şükür edərdik ki, biz təhlükədən qorunmuşuq. Amma fərqli bir gəncliyin, fərqli bir baxış bucağı və deyir ki, məsələn, uçağın ətrafında nə var, udağın ətrafında nə var, meşəni keçsəm orada nə ola bilər və belə bir risklər alaraq biz bu dövrə gələ bilmişik əslində. Yəni, bizim inkişafımız əslində bu münaqişələrin, bu risklərin üzərindədir. Yəni, bunu biz göz ardı etməməliyik. Mən istədiyim birinci pozitiv tərəfindən, yəni bu şəkildə eləyək, qeyd edeyim. Amma bu hər zaman belədirmi? Bunun riskli tərəfləri də var. Bu hala gələcək bir nöqtə olmalıdır və insanların
bu baxış bocağını formalaşdırması üçün bir mühit olmalıdır əslində. Bu dövr üçün artıq bir mühit olmalıdır. Və yəni orada qeyd elədiyim kimi, yəni bizim boxçamızın dolu olub olmaması, valideynlik buna hazırdırmı, hazır deyilmi? Bu birbaşa bizim valideynlik stillərinə əlaqəlidir. Özümüzdə bilirik ki, yəni valideyn nə zaman valideyn olur? Uşaq doğulduğu gündən etibarən təbii ki, təcrübəsizdir, müəyyən qədər, yəni səhvlər eləyə bilər. Bu bizim uşaq inkişaf mütəxəssislər də ola bilər, pedaqoqlar da ola bilər, həkimlər də ola bilər, mühəndislər də ola bilər. Yəni ali təhsil səviyyəsinə baxmayaraq hər kəs valideynlik yolunda ən qədər səhv eləyəcək. Bu da çox normaldır. Bunun normallığını qəbul etmək lazımdır. Amma bir məsələmiz var. İndiyənə qədər təcrübədən bir neçə valideynlik stillərimiz formalaşıb əslində. Hansı ki, yəni bir çoxla biz özümüzlə tanışıq. Məsələn, yəni bu bütün bəşəriyyət üçün uyğundur. İlk öncə məsələn dominant avtoritar, yəni valideynlik tərzimiz formalaşmışdı ki, avtoritar valideynlik tərzində təbii ki, danışan valideynlərimiz olub, yəqin ki, buna razısan, Nailə. Biz özümüz o mühitdə böyümüşük. Çünki o dövrün valideynlik tərzi bu idi. Danışan ancaq valideyndir, qərar verən valideyndir. Çünki öz təcrübəsini qarşı nəslə yeritmək istəyir. Ki, bu belədir, qərarlar olsun və s. olsun. Çünki qorumaq, əslində məqsədi, avtoritar məqsədi qorumaq olur. Ki, birdən yanlış qərarlar verilə bilər və s. Burada fiziki şiddətlər var, psixoloji şiddətlər var. Qarşı tərəfə, yəni uşaqların danışılmasını, öz ifadə edə bilməsinə, yəni zaman şərait yaradılmır. Və düşünürəm ki, o dövr içində biraz bilgi azlığı da var idi. Yəqin ki, bu da ola bilər. Və bu valideynlik tərzində böyüyən uşaqların daha çoxu necə formalaşdı? Ya aqressiv oldu, ya da ki, özündən çox aşağı olan fərdlər yetişdi. Yəni risk eləməkdən qorxan, fərqli, yəni necə deyim, konfor zonadan çıxmaqdan qorxan, seçim eləməkdən qorxan, yəni qorxan və yaxud da ki, aqressiv fərdlər yetişdi. Daha sonra bunun fonunda yarandı ki, yeni nəsil də artıq deyək ki, biz böyüdüyümüz şəkildə deyək, biz fərqli formada böyüyəcəyik və yeni bir valideynlik tərzi də irəli sürüldü. Bu azad, yəni permissiv bir valideynlik tərzi oldu. Yəni, burada necə oldu? Əslində, uşağı gətirib həyatın mərkəzinə qoyuldu. Valideynlərin öz həyatı geridə, uşaq demək ki, mərkəzdə olur. Danışan, qərar verən uşaq olur, seçim verən uşaq olur. Çünki valideynin bir qorxusu var, sevgi itirmək qorxusu. Çünki özləri bir avtoritar rejimdə böyümüşdür və burada sevgi mərhum idi. Amma burada sevginin bol olması, sevginin qarşılıqlı olmasına istənilməsinə baxmayaraq yanlış bir qərarlar ortaya sürülür. Yəni, qərar verən əslində uşağın özü olur. Hər hansısa bir sərhədlər qoyulmur. Burada fiziki şiddətə ümumiyyətlə yer verilmir. Psixoloji şiddətə ümumiyyətlə yer verilmir. Sadəcə burada hər şey idarə edən, yəni uşağın özü olur. Amma həmin fərd, həmin uşaq böyüdüyü halda cəmiyyətə adaptasiya eləməkdə çətinlik çəkir. Düzdür, çox yaradıcı olur, kreativ olur, azad ruhlu olur. Fərqli formada özünü inkişaf etdirmək istəyən bir ruhda olsa belə. Amma cəmiyyətə adaptasiya eləməkdə, sosial qaydaları Bax ki də, azad ruhlu olur. Bəs riskləri ölçə bilirmi? Və orada bir problemlər yaşanır. Çünki ancaq mən mərkəzi olur əslində. Və bu mən mərkəzi hansı ki 3 yaşında olan bir uşağın düşüncəsidir ki, məsələn 2-3 yaşında uşaq əgər deyir ki, əgər mən görürəmsə, mən düşündüyüm kimi düşünür hər kəs. Yəni o şəkildə çox azad ruhlu olsa belə, yaradıcı və yaxud da kreativ olsa belə, sosial qaydaları başa düşməkdə və ona əməl etməkdə çətinlik çəkir əslində. Cəmiyyətə adaptasiya olmaqda, uyğunlaşmaqda. Hətta burada deyərdim ki, dözümlü olmasında belə, müəyyən şeylər tolerə edə bilməsində belə ciddi şəkildə problemlər olur, çətinlik çəkirlər. Və bəzən də cəmiyyətə izolyasiya olunur, özünü geri planda çəkirlər və yaxud da təhsil almaqda çətinlik çəkirlər əslində. Məsələn, bu dövrdə yəni ciddi bir əslində şəkildə. Çünki insan özü sosial bir varlıqdır və insanlar olan mühitdə biz sosial olaraq bərabər, yəni eyni mühiti paylaşmaq üçün kodlamışıq əslində. Bizim bir-birimizə daimi olaraq ehtiyaclarımız var. İnsanın yəni ünsiyyət ehtiyacı var əslində. Yəni bu ünsiyyət ehtiyacının ödənilməsi lazımdır və bunun üçün və eyni zamanda iş ortamı olsun, əyləncə ortamı olsun,
fərqi yoxdur. Biz o sosial mühitdən qidalanmalıyıq və bunun üçün də müəyyən bir öz qaydalarımız olsa belə, yəni yerləşdiyimiz mühitin qaydalarına əməl etməliyik. Uyğunlaşma deyirik, buna adaptasiya olunma deyirik. Həm uşaqlar, həm fərdlər bu adaptasiyada çətinlik çəkirlər əslində. Yəni bunun mənfi tərəfi də əslində buradadır. Bir də hamıya məlum olan bir də necə deyim, saxlankar valideynlik tərzi var. Bu hər dövrdə olub. Valideyn özünü ikinci, üçüncü dərəcəli bir yəni ailə üzvü kimi özünü göstərir. Yəni fiziki olaraq uşağın yanında deyil, emosional olaraq uşağın yanında deyil və uşağın heç bir ehtiyacından xəbəri yoxdur. Aynur, səncə o valideynlər onu bilərəkdən edirlər, yoxsa ümumiyyətlə o kapasitə deyək də, o kapasitə yoxdur onu valideynliyi qarşılayacaq? Əslində çox gözəl sualdır. Bəzən bunu bilərəkdən olunur, bəzən bu sosio-ekonomik vəziyyətlərə görə olur, yəni iqtisadi vəziyyətlərə görə olur. Yəni daha çox işləmək məcburiyyətinə qalırlar, daha çox işə görə uzaq yerə daşınmaq məcburiyyətinə qalırlar və yaxud da ki, təhsilə görə uzaq qalmaq məcburiyyətinə qalırlar və bu zaman məsələn bizdə də var. Bu uşaqlar nənə-babaya, yəni baxım verilməsi üçün yanına qoyulur və bu altında yatan məsələn ən çox sosio-ekonomik səbəblərdir, iqtisadi səbəblərdir, pul səbəbləridir. Məsələn, burada amma ailə planlaması olmalıydı. Ailə planlaması olmalıydı. Ailə planlaması deyək ki, ümumiyyətlə yox idi, hələ indi başlamışdı. Bəli. Müəyyən bir şeydə bilgisizlikdir. Çünki biz düşünürük ki, yəni bəzən bilgisizlikdə nə ola bilər? Bəzən düşünülür ki, yəni uşağın böyüməsi üçün sevgi lazımdır, sevgi nənə baba verə bilər və s. Zaten o bilir ki, anası kimdir, atası kimdir. Amma bioloji kod, genlər üzərində kod üzərində ana ata deyil və bu eyni zamanda münasibət fonunda da qazanılmalıdır və orada itirilən şey bu münasibətin olmasıdır. Təbii ki, bu bərpa oluna bilir fərdə və yaxud da ki, ailəyə görə bu tamamilə seçilir, amma yəni uşağın yəni bioloji olsun, həm fizioloji olsun, həm psixoloji, emosional ehtiyacları mütləq şəkildə ödənilməlidir ki, bu demək ki, güvən də. Məsələn, bu belə bir ailədən böyüyən uşaqların ciddi şəkildə güvən problemi olur. Erkən yaş dövründə əgər bilgisizlik üzərindədirsə, uşağın ehtiyacları ödənilmirsə, ciddi şəkildə inkişaf problemləri olur əslində və problemi şəkildə əslində əksəriyyəti yəni ortaya gəlir. Məsələn, biz ciddi şəkildə də görürük. Mənim şəxsi təcrübələrimdə əsasən bu bilgisizlik fonundadır. Yəni ekonomik səbəblərdən olsa belə, yəni məlumatlı olmadıqlarına görədir. Məsələn, amma xarici ailələrdə daha çox, məsələn, bizə də ola bilər. Mən hələ də yəni görmədiyim, təcrübəmdə rastlamaq o demək deyil ki, yoxdur. Amma burada nə ola bilər? Ailələrin çox, məsələn, maddə istifadəçisidir, alkoqol istifadəçisidir və s. və birbaşa uşaq yanında ola bilmir. Bunu xarici təcrübəmdə daha çox rast gəlmişdim və uşaqların heç bir ehtiyaclarına ödənilmir. Uşaqlar daha çox sıxınacaqlarda olur və s. amma ciddi şəkildə problemlər olur. Bəli, və ilk öncə, daha sonra biz 3 valideynlik tərzindən sonra ən çox üstünlük verdiyimiz demokratik valideynlik tərzidir. Mən əslində görürəm ki, biz demokratik valideynlik tərzini səhv başa düşmüşük və biz bunu azad valideynlik tərzinə səhv salmışıq əslində. Çünki mən özümün şəxsi təcrübələrimdə də rast gəlirəm ki, bəzən valideyn deyir ki, bizə tarazlıqlıdır, valideynlik tərzi və s. amma görürəm ki, uşaq mərkəzi yanaşmadan daha çox uşaq həyatın mərkəzindədir əslində. Biz burada bir problem yaşayırıq. Məsələn, 3 yaşa uyğun və yaxud da ki, 5 yaşa uyğun situasiya üzərindən seçim və qərar məsələsini, demokratik valideyn seçim və qərar məsələsini necə balanslaşdırmalıdır? Gəl bunu situasiya üzərindən eləyək. Gəl bunu, çox maraqlı bir sual. Məsələn, 3 yaşlı uşaq, axşam saatı da yemək də yeyilibdir və s. 3 yaşlı uşaq deyir ki, mən şokolad istəyirəm. Avtoritar bir valideyn qışqırır. Yeməyini indi yemirsən, indi şokolad yeyən vaxt deyil, qorxudur. Bəzən də əgər valideynin acıqlı bir dönəminə gəlirsə, ona bir vura da bilər və s. və yaxud da saç çıxışlar da elə bilər. Yəni bu şəkildə. Bu avtoritar valideynin tərzi budur. Azad valideynin tərzi belə deyir. Uşağım da istəyib, yəqin doymuyubdur, yəqin nəsə bir şey deyil, bir balaca şokoladdan da heç bir şey olmaz. Deyir və o şokoladı verir. Bir damcı yeməsin və s. Uşaq da ağlıq yox, mən bir damcı yeməsəm, mən hamısını yemək istəyirəm.
Valideyn deyir, ev yox, bu dəfə verim, sabahdan verməyəcəm. Və valideyn verir. Azad valideynlik tərzində biz bunu görürük. Səhlakar valideyn tərzində valideynin heç xəbəri olmur ki, uşaq nə yeyir, nə içir, ehtiyacı varmı, istəyi varmı, nə qədər yeyir, heç ondan xəbəri yoxdur. Amma demokratik valideyn tərzində olan bir valideyn qeyd edir ki, məsələn, yeməyini indi yemisən, acımısan, soruşur. Deyir, məsələn, biraz acam. Deyir, şokolad məsələn, bu vaxtı ola bilmir, alternatifini verməyə çalışır. Bəlkə sən yoğurt verin. Uşaq ağlayır ki, yox, mən şokolad istəyirəm. O da deyir ki, yox, mən sənə şokolad verə bilmərəm. Sənin bir dənə seçimin var, mən sənə yoğurt verə bilərəm. Verim sənə yoğurt. Uşaq yenə də ağlayır, deyə ağlaya bilərsən. Hər hansı burada bir qışqırıqlar, fiziki şiddətlər, cəzalandırma, otağına get və s. belə bir söhbətlər olmuş. Demokratik valideyn tərzində olan valideyn artıq gözləyir, yenə də alternatifini irəli sürür. Yoğurt istəsən sənə verə bilərəm. Əgər uşaq razılaşırsa, yoğurtunu verir. Əgər yox, uşaq yoğurtunu da istəmirsə, ona şokolad da vermir, yoğurtunu da vermir. Uşaq ağlaya bilərmi? Bilər. Sabahsı günü eyni şey. Yəni, bu 3 yaşında uşaq üçün məsələ eyni mənzərə, yəni bundan artıq necə deyə bilərəm? İndi bir fərqli situasiya üzərindən eyni qəbul edə bilərik, məsələn, 10 yaş üçün. Bəli. Bu biraz da bu suala gətirir. Elə, məsələn, biz ilk kontrolü itirdiyimizin ilk simptomları çalışıram ki, bizə harada ilk simptomları. Yaşı dediyin, indi bir 10 yaş üzərindən gedək ki, situasiya üzərindən. Bəli, 10 yaşında uşaq, məsələn, məktəbdən gəlir falan, məsələn, 10 yaşında uşaq deyir ki, mən, məsəl üçün, günümüzün bir problemi, mən telefon istəyirəm. Avtoritar valideyn tərzinə, yəni irəli sıra valideynlər, yəni sən lazım da eləmir, heç nə isə də soruşun, lazım da eləmir, sən yaşında azdır və s. almayacam, konkret. Və uşaq biraz irəli sürsə, burada fiziki şiddət də yenə də ortaya çıxır, heç soruşulmur, yerdə verilmir. Azad valideyn tərzində olanlar deyir ki, hər kəsin bir telefonu var, təbii ki, səndə telefonun olmalıdır. Mənim telefonumu istəyirsin, mənim uşağım digər uşaqlardan geri qalsın və telefonu mühakimə eləmədən, yoxlamadan ki, bu uşaq elektron cihaz istifadə edə bilirmi, təhlükəsizliyini qoruya bilirmi, bu telefondan necə istifadə edəcək, hansı proqramlara girəcək, nə üçün istəyir, yəni ətrafında kimlər var və s. Bunu sorulamadan telefonu alır verir. Səhlakar yenə də yetişdirmə situasiyalarından xəbəri yoxdur. Bəlkə də uşağın bir yolla telefonda əldə edib də ondan da xəbəri yoxdur. Amma gəl danışaq demokratik valideyn tərzi. Yəni birinci istəyir ki, nə üçün istəyirsən? Niyə görə? Necə istifadə edəcəksən? Və sən məlumatlandırmaq istəyir ki, bir məlumat almaq istəyir məqsədini. Çünki hər bir istəyin altında bir məqsəd var. İkinci tərəfdən isə yoxlamaq istəyir ki, uşaq nə qədər məlumatlıdır. Yəni, bu telefonu istifadə etmədən nə qədər məlumatlıdır, özünü müdafiə edə biləcək kimi, hansı platformlardan nə qədər bilgilidir və ona qaydalar da qoyacaq, sərhədlər də qoyacaq ki, bəli, görürəm, sən ehtiyacın var, məsələn, bir sənə təmin edə bilər, amma bizim bəri başdan bir qaydamız var. Telefonun axşam, məsələn, bu saata qədər hamıda olduğu kimi, məsələn, biz salona qoyacağıq. Yəni, yataq otağına aparma yoxdur. İkinci, fərqli sosial mediaların sən 14 yaşında olmadan, məsəl üçün, Instagramda, Facebook kimi, TikTok kimi platformalara girə bilməzsən. Konkret. Və sənin sosial WhatsApp olsun və yaxud da başqa bir chat, demək ki, platformalar olsun, hansı ki, sinif yoldaşlardır və s. Bu mənim nəzarətim altında olacaq, nəsə bir şey olan. Çünki izahatını da verir ki, mən səni qorumaq istəyirəm. Bir də təcrübən azdır və s. Bir də səni aldatmaq istəyirlər və s. Mən səni qorumalıyam. Belə və yüklədiyi hər hansısa bir oyun ola bilər və s. ola bilər. Bunu da bəri başdan ikimiz seçərik bərabər. Yəni, yoxu demir, həni də demir, amma uşağı da hən yoxlayır ki, nə qədər bilgilidir və qaydalar da bəri başdan qoyur. Telefonu alıb verəndən sonra qoyma qaydanı ki, bu telefonu aldın, verdim sənə, axşam saat 9-dan sonra gətirib bunu salona qoyacaqsan demir. Almazdan öncə qaydasını qoyur. Əgər uşaq razılaşırsa, o telefon alınır. Əgər uşaq razılaşmırsa, o telefon verilmir. Çünki demokratik valideyn tərzi uşağın bilgi səviyyəsi sərhədlər içərisində onun təhlükəsizliyini qoruma məsuliyyətindədir. Məsələn, o fərqləri gördükdə azad valideyn o tərəfini düşünmədi. Demək ki, avtoritar valideynlik tərzi isə yalnız öz istəyini ön plana keçirir. Uşaq burada ikinci plandadır. Bizim belə bir fərqimiz var. Buna yeniyetməliklə davam edə bilərikmi?
Bəli, yeniyetməliklə davam edə bilərik. Bizim ən böyük problemlərimizdən biri yeniyetməlikdir. Ən çox eşitdiyimiz şikayətlər Bayaq, yeniyetməlikdir. bayaq sən bir cümlə dedin ki, valideyn qorumaq istəyir, qoruduğunu açıqlayır, qaydalar müəyyən olunur. Yeniyetməlikdə belə bir şey var ki, yəni mən özümü qoruya bilərəm və s. bir iradlar gəlir, bir bayraqlar qaldırılır. Bəli, bəli. Belə, yəni bu bir irad tutulur. Çünki burada biraz çətinlik başlayır və Bəli. demokratik valideyn nə qədər demokratik qala bilir və Bəli. necə eləmək qalsın kontrol edilməz. Bütün valideynlər həm demokratik olsun, avtoritar, həm permissiv, fərqi yoxdur. Bütün valideynlər burada əzab çəkir. Eyni zamanda demokratikdir. Yəni əzab çəkilir. Hamı burada, yəni elə bir ailə yoxdur ki, orada yeniyetməlik, belə güllük, gül çiçəklik, gülüstanlıq şəklində olur. Çünki orqanizm dəyişilir. Mən valideynlər hər zaman qeyd edirəm ki, əgər yeniyetmə övladınızla münasibətinizi qurmaq istəyirsinizsə, yeniyetməlik dövrünü xatırlamaq lazımdır. Özünüzə belə xatırlamalısınız. Yeniyetməlik dövrünü başa düşmək lazımdır. Məsəl üçün, yeniyetmə dövrü nədir? Yeniyetmə keçid dövrüdür. Yəni, uşaqla yetkin arası keçid dövrüdür. Və bədən dəyişilir, hər şey dəyişilir. İlk öncə uşaq da burada müəyyən təcrübələr qazanır. Özünə sərf elədiyi müəyyən bir nüanslarda deyir mən uşağam, özünə sərf eləmədiyi, müəyyən nüanslarda deyir ki, mən yetkinəm, artıq böyüyəm. Yeniyetməlik dövründə orqanizmdə nə olur? İnsan böyür, bədəni dəyişilir, həm qızlarda, həm oğlanlarda, dəri dəyişilir, hər şey dəyişilir, səs tonu dəyişilir, hormonal disbalans yaranır. Və bunların emosional sferasına da təsir göstərir, beynin inkişafına da təsir göstərir, onların qərar mexanizmasına da təsir göstərir, yəni hər bir şeylə təsir göstərir. Yəni uşaq həm bədəni qəbullanmaqda çətinlik çəkir, həm ən çox da burada müəyyən inkişaf yolunda olduqlarına görə, burada müəyyən dəri problemləri, tüklənmə problemləri, bədənin dəyişilməsi, çəki alma, çəki vermə və s. müəyyən şeylər olduğu üçün yeni bədənə uyğunlaşmaq belə çətinlik çəkilir. Məsələn, təsəvvür edin, bizə yeni bir kostyum aldı, o kostyumu yeni gəzməliyik. Yəni, o bizə nə qədər çətin gələrsə, yəni bizim özümüzə aid olmayan bir kostyumdan söhbət gedir. Çünki biz bədənimizi də tapmalıyıq, onun da inkişafına demək ki, yol açmalıyıq. Bu disbalansla yanaşı, bir də beynin inkişafı da, yəni burada fərqlidir. Çünki insan, yəni övladı, yəni uşaq dünyaya gələrkən, uşaq birinci gəzməyi öyrənir, sonra danışmağı. Demək ki, birinci onun arxa hissə, beynin arxa hissəsi beyincik formalaşır, daha sonra üst hissəyə gəlir və ən sonunda isə ön frontal, yəni demək ki, ön beyin özü formalaşır və ön beyni nə edir? Nə ifadə edir? Sanki bütün icra edici funksiyalar, qərar mexanizmasıdır, analiz mexanizmasıdır, diqqətdir, impulsiv davranışların nəzarətdir, yəni riskli davranışların nəzarətidir və s. Bütün hamısı ön beyinlə əlaqəli olan bir məsələdir və bu da yeniyetməlik dövründən başlayaraq demək ki, inkişaf eləməyə başlayır, tam da inkişaf eləməyir. Yəni, o təcrübələrlə tamamilə özü inkişafını sayacaq. Ön beyində, məsələn, bədənimizi bir gəmi hesab eləsə, ön beyin bizim kapitanımızdır əslində. Və ön beynin inkişafı üçün biz normal bir mühit yaratmalıyıq. O normal mühiti, niyə görə normal mühit yaratmalıyıq? Ki, o çaxnaşmaların sayı azalsın. Biz yox edə bilmərik. Və məqsədimiz o çaxnaşmaları yox eləmək deyil. Çünki o çaxnaşmalar olmasa, uşaq kimliyini, şəxsiyyətini tapmaqda da çətinlik çəkəcək. Çünki yeniyetməlik dövrü həm bədənini qəbul eləməklə yanaşı, eyni zamanda mən gələcəkdə nə ilə məşğul olacam? Mən kiməm? Hansı məsuliyyətlərim olacaq? Çünki həyatı məsuliyyətlərlə üzləşmək bir dövrüdür və bu onlar üçün təşvişli bir dövrdür. Qorxulu bir dövrdür. Bacaracağımı, bacarmayacağım. Bəzən bacaracağım deyirlər. Çox kəşfə və yaxud da ki, yönəlik olduqları üçün riskli davranışları da açıqdır. Eyni zamanda yeniyetməlik dövrü də müəyyən bir həzz axtarışındadır. Və o həzz axtarışı, bu riskli davranışlarda daha çox meyil eləyir. Riskli davranışlar düşünülməmiş davranışlardır, impulsiv davranışlardır daha çox, sonunu düşünmədən. Və oradan bir nəticə çıxarırlar əslində sonradan özlərinə. Məsələn, uşaqlar bu dövrdə həzz axtarışında olduğu üçün onların daha çox bağımlı hala gələ bilir. Alkol olsun, maddələri olsun, eyni zamanda ekran olsun. Məsələn, bu uşaq normal həyatda təcrübələr qazana biləcəyi bir mühitdə
daha yaxşı həyatı bacarıqlar əldə edə bilir. Amma ekrana məruz qaldığı halda, sosial çevrəsi doğru olmadığı halda, maddələrə və yaxud da alkohol olsun, məruz qaldığı halda o istiqaməti əslində seçə bilir. Bizim sadəcə bir valideyn olaraq, bir yetişkin olaraq onlara sağlam mühiti, yəni özünü təcrübə qazana biləcək sağlam mühiti onlara təklif eləməkdir. Yəni bu dövrdə artıq bilmək lazımdır, bəli, uşaq aqressiv ola bilər. O aqressiv olacaq. Onun aqressivliyini azaltmaq deyil, aqressivliyini necə öz-özünə başı gətirə biləcək. Onun üçün şərait yaratmaq valideynin görəvidir, amma azaltmaq yox. Məsələn, buna görə də valideynlər bəzi məsələlərə yəni yol açmalıdır. Məsələn, bu uşaqlar bu dövrdə tək qalmaq istəyəcəklər. Onun üçün şərait yaratmaq lazımdır. Çox dirəşməmək, çox tövsiyə qismində çox danışmaq. Yəni bizim şərq dövlətlərində bir məsələ var. Biz uşağı çox sevərik. Uşağı həddindən artıq çox sevərik və çox, yəni uşaqlarımızın olmasını və s. Uşaqlar bizim üçün önəmlidir, amma uşağı fərd kimi qəbul eləməkdə çətinliyimiz var əslində. Onlara hörmət eləmək, onların yaşadığı mühidə onlara seçim verməkdə, hörmət eləməkdə bir də çətinliyimiz var. Məsələn, bəzən nəyi görürəm, mən müşahidə edirəm. Uşaq tək qalmaq istəyir, çaxnaşmanın yəni əksəriyyəti bundadır. Və yaxud da ki, valideyn ona hazır bir nəticə vermək istəyir ki, bu şəkildə olmalıdır. Amma icazə vermir ki, o nəticəni özü qazansın. Ona görə də bəzən onlara şərait yaratmaq lazımdır ki, nəticəni özü qazana bilsin. Hazır nəticələr, hazır alətlər onlar üçün maraqlı deyil. Tövsiyələr, nəsihətlər onlar üçün maraqlı deyil. Ən əsasda valideynlər səbirli olmalıdırlar, dinləməyi bacarmalıdırlar. Onlara hörmət etməlidirlər, yaşadığı mühidə, seçimlərinə, nələri seçə biləcəyini, nələri seçə bilməyəcəyi haqqında net bir açıqlama olmalıdır. Məsələn, 14 yaşlı bir uşaq üçün net bir açıqlama olmalıdır ki, məsələn, mən özüm də doğru baxmıram, 14 yaşdan aşağı olan uşaqların sosial media çıxışlarına. Net bir açıqlama vermək lazımdır. Olmaz və niyə görə olmaz? Yəni, sən birinci öyrənməsi özünü qorumağı sosial mediada. Çünki burada da artıq bu dövrdə də ən zəif hədəflər kimlərdir? Ən çox uşaqlardır, bir də yaşlı nəsildir. Uşaqlar nəyə görə? Çünki bilgi səviyyəsi, təcrübəsi aşağıdır. Eyni zamanda yaşlılar da yeni bir mühitə, yeni bir texnologiya adaptasiya eləməsi çətin olduğuna görə, yaşlılarda da bilgi səviyyəsi aşağı olduğuna görə, ona görə də bəzən onlar dələduzluq işlərində 2 hədəf seçilir. Onları, o məlumatları yükləmək lazımdır, bilgiləndirmək lazımdır. Ona görə də valideyn bəzi məsələləri artıq ayırt etmək məcburiyyətindədir. Aynur, biz məsələn deyək ki, demokratik valideyndir, hər şey yaxşı gəldi. Uşağı uşaqlıqdan inadkarlığı ilə və yaxud da ki, qaydaları qoymaqla, nizam-intizamla belə böyüdü. Amma uşaq ümumiyyətlə belə sərhədsiz, var elə uşaqlar ki, onların kəşf eləmə eşqimi deyim, ya bilmirəm, doğru ifadəni bilmirəm necə seçim. Var elə uşaqlar ki, onlar yerə göyə sığmırlar. Yəni, hər şeyi yoxlamaq istəyirlər, ekstremləri yaşamaq istəyirlər, təhlükəni bilirlər, təhlükənin üzərinə gedirlər. Burada da valideyn adətən qınanır. Çünki evində sakit uşaq böyüyən valideynlər adətən elə valideyni başa düşə bilmirlər. Çünki həqiqətən var, belə bilmirəm, neçədə birdir, mində birdirmi, milyonda birdirmi, amma olur belə uşaqlar. İpə sapa yatmırlar, mühit də onu dəstəkləmir. Mühit çətin olur. Valideyn üçün çətindirsə, təbii ki, məktəbdə müəllim üçün də bu çox çətindir. Özün işini sağlama alır, özünün yanında olduğu müddəti sağlama alır ki, sonra problem yaşamasın. Bir təhlükə və s. varsa, evində eləsin, valideynin yanında eləsin, ümumiyyətlə burada eləsin. Və bütün mühiti də elə yönəldir ki, o uşağın o yaradıcılığımı deyim, kəşf etməmi deyim, o hərəkətlilikmi, axır ki, hər nədirsə, orada qolu qanadı qırılsın, o mühitdə tamamilə sıxılsın. Orada sıxılan uşaq, o mühitə, ona məcburiyyətə məruz qalan uşaq gəlir evdə 2 qat onun valideyndən çıxır. Valideyn onun təhlükə tərəfini gördüyü üçün çəkindirir. Uşaq da bunu assosiasiya edir məktəbdəki məcburiyyətlə, qol qanad qırılır. Və burada valideyn həqiqətən çox pis vəziyyətə düşür. Düz bu məqamda həqiqətən, yəni demokratik valideyn
çox çətin vəziyyətə düşür. Çünki həm bu uşağı mühitdən qorumalıdır, qol qanadını qırılmaqdan qorumalıdır. Onu, ya bu valideyndən danışıram ha mən. Bəli. O dəstəkləyən valideyndən danışıram. Onun qol qanadını dəstəkləyən valideyndən danışıram. Onun həm mühitdən qorumalıdır, həm də qol qanadını qorumalıdır. Qol qanadını və uşaq o anda onu başa düşmür və sərhədsiz davranır. Bəzən də bu çox böyük təhlükələrə də gəlib çıxır. Da həqiqətən çox çətindir deyə düşünürəm. Bir cavabın varsa maraqlı olar. Mənim əslində buna bir cavabım var. Əslində böyük təcrübələr nəyə göstərir? Əgər ciddi yəni sərhədsizlik varsa burada, bu təməlində demokratik yanaşmanın da müəyyən bir şübhəli tərəfini düşünürəm. Çünki lap təməlindən erkən yaş dövründən demokratik valideynlik tərzi, yəni hər iki valideynlə ətrafında mühitdən təbii ki, bunu da eləmək çətindir biraz. Tranzitli, yəni bu demokratik valideynlər hərlərlə yoxları balanslı olduğu bir dönəmdir. Sərhədlər daha aydındır, netdir və bu tələb olunur, qətiyyətlik və iradəlik orada önə sürülür və uşaq burada nə qədər test edərsə də valideynin qətiyyətli olduğunu da görür və s. Bu mühitdən böyüyən uşaq əslində cəmiyyətdə müəyyən bir sərhədlərin olduğunu, müəyyən bir davranışların bir limitinin olduğunu, istəklərin bir limitinin olduğunu, harda nə edəcəyini, eyni zamanda nə qədər edəcəyini bilmiş bir şəxsə çevrilir. Yeniyetməli dövrdə yenə də sərhədlərini genişləndirmək istəyəndə biz 5 yaşlı uşağa qoyduğumuz sərhədlə 14 yaşlı uşağa qoyduğumuz sərhəd arasında fərq olmalıdır. Bir də sərhədlərimiz genişlənir yeniyetməlik dövründə, bir də elastik qoya bilirik. Limitlər mütləq şəkildə olmalıdır və o uşaqda düzdür, çaxnaşmalar ola bilər, amma təhlükə səviyyəsində o qədər də müşahidə olunmur. Məsələn, uzaqbaşı qapı çırpa bilər. Uzaqbaşı məsələn danışmayan səni sevmirəm şəklində ola bilər. Uzaqbaşı deyə bilər ki, siz məni sevmirsiniz, bu şəkildə ola bilir. Bəli, müəyyən çaxnaşmalar olur. Məsələn, yeniyetməlik dövründə ən böyük problemlərdən biri yuxu problemidir. Nə yatmaq bilmirlər, nə durmaq bilmirlər. Məsələn, bunu biliriksə, bunu bilməliyik ki, melatonin hormonu sintezinə əlaqəli olan bir problemdir. Uşaqlar yatmaq istəmirlər. Bunu biləndə valideyn bu bilgi ərzində biraz elastik davrana bilir. Amma bizim təhsil sistemimiz buna elastik davranmaq istəmir axı. 8-ci məktəbdə ol, 8-də o uşağın dur məktəbə getməsi çətindir. Əslində aqressiya cəmiyyətin yanaşmasının valideynin yanaşmasına üst-üstə düşməməsinə əslində gətirib çıxardır orada. Və orada da doğru dedim, bəzən də qol-qanad qırılır əslində. Cəmiyyətin yanaşması və ya cəmiyyətin baskısı. Və uşaq burada müəyyən bir artıq görür ki, yəni qayda budursa, nə qədər çətin olsa da bunu etmək məcburiyyətində qalır. Onun aqressiyasını daha da artırır, kodlaması orada fərqli ola bilir. Yox, əgər ciddi şəkildə riskli və bir davranışlar, riskli bir seçimlər, həyatı təhlükə daşıyan bir seçimlər varsa, burada biz yalnız cəmiyyəti deyil, valideynin də burada məsuliyyətini biz yoxlamalıyıq. Çünki tam təməlindən demokratik valideyni tərzini görən bir uşaq sərhədlərin hardan başlayıb, harda bitəcəyini bilən bir uşaqdır. Amma burada müəyyən bir həyatı təhlükədən gedirsə, sosial qaydaları çiynəməkdən gedirsə, öz həyatını, başqalarının həyatını riskə atan davranışlardan söhbət gedirsə, biz bu uşağın laf təməlindən sərhədlərinin doğru şəkildə qoyulmadığını tam əminliklə söyləyə bilərəm. Yox, əgər valideyn qoyub və yaxud da ki, uşaqda bu problem varsa, biz onda psixiatrik bir müəyyən bir sinir inkişafı pozuntularla əlaqəli olan bir diaqnozlarla, yəni bu uşaq artıq diaqnoza sahib ola bilər. İmpulsiv davranışları var, məsələn, diqqət əksikliyi, hiperaktivlik pozuntusunda ən çox biz bunu yaşayırıq. Sərhəd tanımaması, sərhədlər qoyulsa da, demokratik valideynlik tərzi olsa da, uşaqlar məsəl üçün impulsiv davranışlara, impulsiv düşüncələrə daha çox meyilli olur və artıq bir dəfədə heç nə olmaz, bunu eləyim və s. Heç düşünmür ki, yəni nə ilə nəticələnəcək, səbəb-nəticə əlaqəsi qurmaq onun üçün çətin olur və bu zaman bu şəkildə davranılır. Biz burada bu halda demokratik valideyn tərzi və ya valideyni biz günahlandıra bilmərik. Sadəcə uşağın sahib olduğu bir diaqnoz var ki, buna medikamentoz və ya da terapevtik yanaşmalar mütləq şəkildə olmalıdır. Yəni vəziyyətdə uşağa görə dəyişilir, vəziyyətə görə dəyişilir. Biz yəni müəyyən bir səbəb varsa, biz uşağı və ya ki valideyni eyni statusla mühakimə edə bilmərik. Bunu qeyd etmək istəyirəm. Bayaq mən məktəbdəydim. Bir haşiyə çıxmaq istəyirəm, yanlış anlaşılma olmasın deyə. Burada mən müəllimi qınamıram.
Olaraq ona görə vurğuladım ki, Təbii ki, bu aydındır Nailə. Amma burada məsəl üçün təhsil sisteminin bəzən yeniyetmələr üçün məsələn bu dövrdə yeniyetməlik dövründə uşağın daha çox hərəkətə ehtiyacı var. Və onların yuxu sistemləri fərqlidir. Məsələn, buna uyğun olaraq bir proqram qurulması, onların sosiallaşmağa daha çox ehtiyacları var əslində. Özünü ifadə etməsə daha çox ehtiyacı var. Məsələn, bu istiqamətdə daha təməlli qurulsaydı, hal-hazırda yeniyetmələr də öz bacarıqlarını, öz potensiallarını ortaya çıxara bilmək kapasitəsində ola bilərdi əslində. Çünki əksəriyyəti artıq sosial bacarıqları o qədər də yaxşı deyil, mühakimə problemləri o qədər də yaxşı olmaya bilir, görəm yaşından daha çox geri ola bilir. Daha çox bullying biz görə bilirik. Yəni daha çox yeniyetmələr arasında daha çox görə bilirik. Bunun vəziyyətini yaxşı idarə edə bilməsi üçün biz uşaqları daha yaxşı tanıyıb və onların ehtiyacına uyğun olaraq bir sistem qurmağımız daha yaxşı ola bilərdi. Çünki uşaqlar da zamanının çox böyük hissəsi məktəbdə keçirirlər. Yəni biz ən çox fikirləşik, yaxşı oxusunlar, bir peşəyə sahib olsunlar. Biz peşədən öncə bir şəxsiyyətin formalaşmasını düşünməliyik. Çünki şəxsiyyət necə formalaşır? Bir uşağın genləri üzərindən doğulduğu zaman genlərin qoyduğu bir temperamenti var. Onun da üzərinə gəlir xarakter. Xarakter necə formalaşır? Yaşadığı ailə, məruz qaldığı cəmiyyət, təhsil aldığı mühit, baxdığı filmlər, eşitdiyi söhbətlər və bununla bütün təzyiq ki, nəinki təsirindədir, onunla xarakterini formalaşdırır və şəxsiyyətini əsasını qoyur. Temperamentdən xarakter. Əgər burada müəyyən bir, yəni çox yaxşı bir valideyn tərzi ola bilər, ailə mühiti yaxşı ola bilər, amma məruz qaldığı və zamanın çox keçirdiyi sosial çevrə uyğun olmadığı halda o da kimi problemlər də yaşaya bilər. Bir uşağı bir kənd böyüdər, müəllifini unutmuşam o sözün. Bayaq ora gətirirdim ki, məktəbdə müəllim mükəlləfdir, yəni müəllimə verilən bir proqram var və o ilin sonunda akademik göstəricilərdən məhsuldur. Proqramda bir dəyişiklik olsa və infrastruktur olaraq bütün məktəblərin buna şəraiti olmalıdır ki, hər bir uşağın bu fiziki hərəkət acılığıdır, sosiallaşması üçün bir və onların o ölçə bilmələri üçün, böyüyərkən ölçə bilmələri üçün, ölçülə bilmələri üçün ərazi olmalıdır, bir mühit yaranmalıdır orada. Buna şərait yoxdur. Burada adətən ən çox müəllimlər meydanda boş qalır ki, məktəbdə o olur. Müəllim istəyir ki, uşaqdan akademik göstəriciləri alsın, valideyn qınanır, valideyn müəllimi qınayır. Amma əslində burada olmayan şey, uşaq evə gəlir, indi rayonlarda da o qədər də uşaqlar həyat olsa da həyata çıxmırlar, o məhəllə anlayışı yoxdur, oynamırlar. Bakıda da yoxdur, məhəllə oyunları artıq yoxdur. Və gələndə uşağın ən böyük sosial mühiti onlayn oyunlardır, ən yaxşı halda, tək oynamırsa, kimlər nəsə oynayırsa, bu da nə yaxşı bir kruqu var, bir video var belə. Adamlarla davamlı bir münasibəti var, o heç olmasa onlayn. Yəni nəsə. Və məktəbdə bu qapalı mühit 45 dəqiqə oturmalıdır, hər müəllim girir öz dərsini deməli olur, o da istəyir ki, uşaq 45 dəqiqə və ilin axırında o göstəricini almalıdır və təhvil verməlidir ki, bu proqramı mən çatdırdım. Ona görə də müəllimi burada qınamıram, xüsusi bir ki, burada müəllimi qınamıram və məktəbin mühiti bunu dəstəkləmir. Uşağın sosial inkişafı üçün dəstəkləmir və valideyn həqiqətən tək qalır. Burada eyni zamanda və müəllimlərin özləri də ciddi şəkildə əziyyət çəkirlər. Bu əməkdaşlıq problemləri də deyil, sadəcə qurulmuş təhsil sisteminin uşaqları dəstəkləmədiyini əslində mən belə müşahidə edirəm. Bunu daha çox təhsil ekspertləri, yəni bunu daha çox yaxşı müqayisə edirlər. Amma burada yəni ciddi şəkildə görünür ki, təhsil sistemi uşaqların sosio-emosional inkişafının o qədər də dəstəklənmədiyi ortaya çıxır. Eyni zamanda yeniyetməlik dövründə. Çünki onların artıq ehtiyacları tamamilə fərqli olur və onlar o ehtiyaclarını artıq
artıq orada qarşılaya bilmirlər. Ciddi şəkildə problemlər çıxır yuxarı siniflərdə. Davranış problemləri özünü göstərir, problem davranışlar özünü daha çox göstərir. Tez-tezə bunlar rastlaşırıq. Bu ən əsası da biz uşaqların hər dövrünü, inkişafını yaxşı tanımadığımız, yaxşı bələd olmadığımıza görədir. Tanıya bilmirik. Tanıya bilmirik. Və təkcə valideyn evdə yalnız bir tərəfdən müşahidə elədikdə bir tərəfli baxırıq və bəzən gəlir sonra biz onu tanıya bilirik. Valideyn övladını tanıya bilir. Ya da bəzən heç vaxt tanımır. Ona görə vaxtında bir mühit olsa ki, hər iki tərəfdən hərə öz nəticələrini bir-biri ilə bölüşsə və nəticə tamam başqa olur. Uşaq haqqında rəy başqa olur. 15 yaşında vəziyyət elə olar bəzi hallarda. Özünə qapanırsa bir çıxış yolu düşünürlər və yaxud da sərhədsizdirsə onun üçün bir çıxış yolu düşünürlər və uşağın özünün də psixoloji vəziyyəti ağırlaşması. Aynur, təşəkkür edirəm. Əslində yarım saat gəlib 40 dəqiqəni keçib artıq. İstərəm yeni mövzularda görüşərik yenədən. Bəli. Sən də sağ ol, təşəkkür edirəm. Deyirlər ki, maraqlı keçdi. Təşəkkür edirəm. Sual var idi, bir o sualda. Deməli, salam, ilk öncə təşəkkür edirəm. Bir sualım olacaq. Oğlum 4 yaş 6 aylıqdır. Hər gecə mənim qulaqlarımı oynadıb, sıxıb yatır. Bir səfər psixoloqdan soruşdum. Dedilər, sizdən doymur. Gün ərzində sizi az görür. Mən işləyirəm, lakin gecə 10 kimi heç bir iş görmədən, 10-a kimi demək istəyirəm ki, gecə heç bir iş görmədən tək oyla məşğul oluram. Bütün gecə isə mənim qulağımı axtarması normaldırmı? Sadəcə bu kiçik bir məsələyə görə sizi doyurma, çünki mən o münasibətin də hansı keyfiyyəti olduğunu bilmirəm. Məsəl üçün, bunu necə izah edeyim? Məsələn, valideyndən soruşuruq ki, keyfiyyətli zaman keçirirsiniz və deyir, bəli, keçiririk, filmlərə baxırıq və s. Filmə baxmaq, uşaqla eyni divanda oturmaq, gözəl bir filmə baxmaqdır. Bu keyfiyyətli zamanla söhbət etmir. Və yaxud da ki, uşaq yer, mən onun yanındayam, yemək yer, onun yanındayam. Bu da keyfiyyətli bir zaman keçirmək deyil. Mən qabları yuyuram, uşaq yanımdadır, biz bərabərik. Eyni otaqda olmaq keyfiyyətli zaman keçirmək deyil. Və ilk öncə mən xanımla həmin uşağın münasibətinin keyfiyyətli münasibət keçirmədiyini, yəni bəli, biz sosio-ekonomik ehtiyaclarımıza görə işləməliyik və s. Amma vaxt keçirmək belə, biz məsələn, keyfiyyətli zaman keçirməyə təklif edəndə deyirlər ki, yəni bizim buna vaxtımız yoxdur. Biz buna hətta 3 saat da demirik, 15 dəqiqə deyirik. 15 dəqiqə telefonsuz hər şeyi özümüzə uzaqlaşdırırıq. Uşaqla onun ürəkdən, onun gözlərinə baxaraq, göz təması quraraq, uşağın səviyyəsi yüksələrək, o uşaqla oyun oynamaq, ehtiyaclarını paylaşa bilmək, söhbət eləmək, təkcə oyun oynamaqdan da söhbət getmir, söhbət eləmək, gününü soruşmaq, əylənmək, 15 dəqiqə, 20 dəqiqə gün ərzində. Bu əslində kifayətdir keyfiyyətli zamana. Yəni, qısa, konkret, məsələn, uşağın burada bir axtarışı var əslində. Bu vərdiş də ola bilər, bu axtarış da ola bilər, bu doyumsuzluq da ola bilər, bu sevgi paylaşımı və s. da ola bilər, təşviş də ola bilər əslində, qorxu da ola bilər. Bunun altında çox şeylə kodlanması ola bilər əslində. Sadəcə, mən konkret olaraq xanımın övladı ilə olan münasibətinin altında yatan səbəbləri deyə bilməyim, yanlış ola bilər, amma altında bu kimi şeylər ola bilər. İlk öncə, məsəl üçün, məsləhətim ola bilər ki, keyfiyyətli zaman keçirin. Yəni, bəli? Keyfiyyətli zaman keçirəndən sonra müşahidə eləsin. Bəli, müşahidə eləsin. Yox, əgər bu hər zamandırmı, təşvişlidirmi, bir güvənsizlik varmı və s. Yəni, sadəcə bir suala və yaxud da bir mənzərə bizə bir, necə deyim, bunun altına bir başlıq qoya bilmərik bir suala görə. Onun içini də aydınlaşdırmalıyıq. Təşəkkür edirik sualınıza görə. Bəli. Səhv eləməmsə, başqa sual, başqa yazan. Məncə də yox idi sual. Təşəkkürünü bildirik.
O qədər haqlısınız ki, ürəyimizdən xəbər verdiniz. Çox sağ olun, təşəkkür edirəm. Biz təşəkkür edirik dinlədiyiniz üçün. Ümid edirəm faydalı oldu. Səhifəyə yüklənəcək videonu istənilən vaxt baxın. Bəli. Çox daha. Nəsə deyirdin? Bəli, bəli. Burada bir şey var. Gələn səfərki görüşümüzün kiçik bir anonsunu da elə bilərik əslində. Bəli. Məsələn, burada problemli davranışlarda, uşaqlarda olan problemli davranışlar haqqında biz yayından öncə müzakirə etmişdik. Mənə görə bu da diqqət çəkən bir, daha çox valideynlərin bundan əzab çəkdiyi bir məsələ ola bilər. Məsələn, uşağın həmin qulaq sıxma axtarması bir problemli davranış ola bilər əslində. Hər yaş dövrü üçün problemli davranışlar və onları biz necə müdaxilə etməliyik. Gələn səfərki görüşün də mövzusu bu ola bilər. Təşəkkür edirəm. Çox sağ olun. Gecəniz xeyir olsun.